Galatasaray ve Fenerbahçe oyunu start götürüldü. Baba oyun gedir. Yaxşıdır, çok qəşəng oyun oynayırlar. Emil çok qəşəng hərəkətlər eləyir. Və gol! Çox qəşəng qollar idi bunlar, çox qəşəngdi. Və Emil ək yüzümə keçməyə çalışır. Keçə bilmir. Emil divarını keçə bilmir. Tez hücuma keçir, tez. Qaçın dostlar, qaçın. Emil yenə də öz defansını göstərir. Emil hələ keşini eləyə bilməyib, görək də. Hər şey ola bilər, bura futboldur. Emil çox yaxşı hərəkətlərlə gəldi. Topu götürdü, qaçır. Emil çox kibar hərəkətlər edir. Və gol! Emilin çox qəşəng qolları var və Emil 3-0 qabaqdadır. Oy! 4-0. Emilin qolları bilinmir. Hoppa, bomba. Emil hələ keşini eləyə bilməyib, görəsən nələr olacaq. Və Emil yenə də gedir və çölə. Emil topu başlayalım. Emil topu qoydu qabağa, girdi, qaçır və vurdu və heç nə olmadı. Top divardayıb qalxdı. Deməli, Emil çıxır hücuma çıxır, hoppa, qəşəng hərəkət eləməsəm olmadı. Sonra nasıl eləməyə çalışır Emil. Emil hələ ki defansa oturub dinləyir, bilməyir. Və 5-0. Emilin qolları elə qəşəngdir ki, 10 olan qazanır dostlar. Emil hələ ki işini eləyə bilmir. Görək də, hər şey ola bilər. Emil yenə də defanslığını göstərir. Və Emil çox qəşəng hərəkətlər ondan. Və Diamino sonra və Emil birinci qolunu vurur. Çox qəşəng, 5-1. Oyun davam edir. Və Emil aldı gedir, Emil aldı başını gedir və vuranmadı, Emil'i tutdu və belə. Emil hələ gedir, tələsmir ki oyun qutarsın. Amma 10 olan qazanır dostlar, burada vaxt yoxdur.